Qadın hamı bilir də çox danışan bir varlıqdır. Niyə? Niyə qadın çox danışır? Çünki onun bir vəzifəsi var, o anadır. Əgər ana çox danışmasa, o övlad ki böyüdür, o uşaq lal olacaq sanki, danışmayacaq və yaxud ictimai bir varlıq ola bilməyəcək, ictimai münasibətlər yarada bilməyəcək, ayrılana bilməyəcək, necə danışsın, necə ünsiyyət yaratsın, bunu bacarmayacaq. Anadır ki, buna öyrədir. Uşaq hələ ana bətninə ana başlayır öz övladı ilə danışmağa. Gözəl balam, filan, dünyaya gəlir, ay gözəl, ay qaşı belə, ay dodağı belə, ay qulağı belə, ay saçları belə. Hey balası ilə danışır. Hələ bala dilasın. Biz yavaş-yavaş artıq bala da anasına qoşulur, dilar. Ana danışa bilməsə, o uşaq da danışmaz. İkinci özünü təxliyə etmək üçün aramlıq tapmaq üçün. Əgər qadın danışmasa, aram ola bilməz. Uşağın ağlamağına mı, onun hər hansı bir problemlə dözmək, evin problemlə bu stres yaradır da. Partlayış baş verə bilər qadında. Bu danışmaqla özünü təxliyə edir. Hər bir cüzi bir şeyin üzərində böyük bir söhbət apara bilir xanımlar. Məsələn, bir nöqtə tapsın, o nöqtənin üstündə saatlarla söhbət etsin.